xəstəmiz Masallı rayonundandır. Bizə müraciət edib, uzun müddətdir ki, Bramioma xəstəliyindən əziyyət çəkir, 50 yaşı var. Hardasa menopoz dövrünü gözləyib ki, kliniki əlamətlər keçər. Əksinə, xəstəlik daha da kəskinləşib, qərara almışıq, ekstirpasiya əməliyyatı icra eləmişik. Əməliyyat texniki cəhətdən düzdür, çətin keçib, endometrioz əlamətləri olduğu üçün soymaq çox çətindir. Hal-hazırda əməliyyatı yekunlaşdırmışıq. Çox şükür, heç bir qanaxmamız yoxdur. İnşallah sağ-salamat evinə ötürərik. Mən bir dənə məsləhətim ondan ibarətdir ki, əgər xəstəyə əməliyyat məsləhət görülürsə, bir-iki həkimlə məsləhətləşsin, öz qərarına qəbul edib evdə oturmasın. Vaxtında həkimə müraciət eləsin. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.